Və günahların, asiliklərin qəlbə təsiri çoxdur. Təhlükəsi böyükdür. Belə ki, yəni onların hamısını yalnız Allah bilir ki, necə təsiri var, necə təhlükəsi vardır. Və İbn-i Qeym Rahiməhullah Əd-Də və Dəva kitabında yəni bunun təsirlərindən danışır ki, insanlara fayda, mənfəətli olsun. Və zikr edir, deyir ki, yəni günahların təsirindən, günahların pis aqibətindən elmdən məhrum olmaq. Elm nurdur. Allah Teala insanın qəlbini atır. Və günah isə bu nuru söndürür. Və nə vaxt ki, İmam Şafii Rahiməhullah İmam Malik'in qarşısında oturur və ona dərs danışır və İmam Malik, İmam Şafiinin yaddaşı, zəkası və onun fəhmini biləndə, görəndə təəccüblənir. Və deyir ki, İnni ərəlləhə qad əlqa alə qalbikə nuran. Və mən görürəm ki, Allah Teala sənin qəlbinə nur vermişdir, nur salmışdır. Və sən bu nuru günahın zülməti ilə söndürmə. Və İmam Şafii Rahiməhullah özü də şeirində, beytində deyir ki, Şəkavtu ilə vakiyə su'a hifsi fəərşədəni ilə tərkil məasi. Mən vakiyə, vaki müəllimi olur. Mən vakiyə şikayət etdim hifsimin pisliyindən və o da məni yönəltdi ki, günahları tərk elə. Və dedi ki, bil ki, elm nurdur və Allahın nuru asiyə verilmir.